Değerli izleyiciler, hamını salamlayıram. Yeni formatda bir çəkiliş etmək istəyirəm. Budur, indicə bir bağlama götürdüm. Deməli, yaxında olan poçtdan, AliExpress'dən, yəni Çindən sifariş vermişdim. Bu bağlamanı 140-andır, əgər səhv etmirəmsə və mən bildiyim qədər bundan öncə çəkilən bir dənə video var idi. Razorok şirkətə aid olan Jormansland 37-yə deməli Çinlilər CNC cihazda hazırlanan deməli kopyası. Mənə də maraqlıdır, deməli açaq ehtiyatla. Okay, açıldı. Budur, Yagi şirkətə aiddir deməli həmin məhsul. Gördüyünüz kimi DLC Yagi. Bəzi aksesuarlar var. Biləcəksiniz nə üçündür birazdan bunlar. Ayrı bir şey qalmadı. Kutu boşdur. Beləliklə. Biləcəksiniz bunlar nə üçündür. Gördünüz. Bundan öncə deməli bir video çıxmışdı Jormansland üçün. Orada olan o UFO qulpun, elə bil ki, qulpun axırında, yəni quyruğunda olan bu başlıq. Burada bir neçə rəngdə rezba iləndir, deməli görəcəksiniz. Budur 140-an. Çox maraqlıdır. Belə bir Jormanslanddır. Budur DLC Yagi. 3 hissədən ibarətdir. Klasik 140-an, deməli qulpu, plitəsi və üst qapağı. Salafana bükülüb. Çalışım tez bir zamanda bunu salafandan çıxardım. Məncə bu proses tez baş verməyəcək. Biraz vaxt aparacaq. Mənə çox üzürlü sayın. Kaş ki mən bunu belə etməzdim. Yəni öncədən qablaşmadan çıxardardım. Amma düşündüm ki hər şey canlı olsun. Ona görə belə tərtəmizdir. Budur. Deməli satıcı, istehsalçı bu DLC Yagi-nin saytında deyilir ki paslanmayan poladdan hazırlanıb. CNC burada CNC maşının deməli dəzgahın izləridir, kəsmənin, görürsüz. Buranı hamarlaşdırmayıblar. Ona görə maşının izləri qalıb. Budur onun plitəsi. Üst qapağı və qulpu. Çox maraqlıdır. Qulpun burasında rezba var. Həmin sizə bayaq göstərdiyim bu dəmirlər hamısı içinə keçir. Hansı rəngdə istəsək, hansı formatda istəsək, yəni biz onun arxasına bağlaya bilərik. Bunlar sadəcə olaraq hamısı marketingin yollarıdır. Əslində, yəni sözün düzünü demək lazımdır. Satışların sayını çoxaltmaq üçün etdiyi müxtəlif, elə deyək, bizim kimi sıravi adamları aldatmağa belə bir şeylərdir. Bir sözlə, biraz da olsa qulpu uzandı. Deməli, bunları müqayisə etmək üçün mən indi orijinal Jormansland'ı öz qutudan çıxardıram. Budur Jormansland'ın qutusu. Bu orijinal Jormansland'dır. Eyni ilə gördüyünüz kimi, yəni burada plitədə sadəcə olaraq bərkimə tərsinə olacaq. Burada qapağı görün nə qədər oxşadıblar. İndi tiyəni salım həm bura, həm bura və biz görəcəyik bunların arasında olan fərqi nədədir. Mən bildiyim qədər CNC dəzgahlarda olan 140-anlar da tiyə yerləşdiriləndən sonra tiyə çox kip oturur.
Həmişəki kimi bir dənə burada məndə big tiyəsi qalıb. Heç əllərim çatmır ki, bunu ikinci dəfə tıraşda istifadə edim. Bunu taxaq. O DLC Yaginin German Slant, hansı ki paslanmayan poladdan hazırlanıb. Deməli, 3 hissədən demişdim ibarətdir. Bildəsi qapağı və yapışdı. Nədir? Diqqətlə götürürəm. Onu göstərmək istəyirəm ki, yəni tiyə kifayət qədər kip oturur. Yəni əgər bu vertikal hərəkətlər varsa, belə hərəkət ümumiyyətlə yoxdur, yox səviyyəsindədir. İndi bunu yerinə bağlayaq və dəqiq biləcəyik ki, çıxıntılar necədir bunda. Biraz ləkələr olacaq. 140-da göstərəcəm və German Slantı buna da bir dənə tiyə bağlayaq. Yəni üzürlü sayəsində qızıl vaxtınızı alıram, amma bunu göstərməliyəm. Həmişə deyirəm, bu yapışqanlı üzü yuxarı bağlayıram ki, plitəyə yapışmasın. Yəni əksəriyyət hallarda elə edirəm. Orijinal Razorok'un German Slantı və ehtiyatla üzü yuxarı zədələnməsin. Və mənə maraqlı olan məqam bu orijinalda deməli tiyə gördüyünüz kimi burada biraz az çıxıntısı var, burada çox, amma yəni ki bu elə bilməyin ki, bu belə deyək də negativ bir halda. Əslində yəni ki bu hələ də fikirləşilir. Yəni dizaynla belədir. Yəni ki bu öncədən düşünülmüş bir haldır. Yəni ki buradan biraz az çıxsın, buradan biraz çox çıxsın. Yəni ki bunu artıq düzəldən dizayn edəndə məsələ düşünüb bunu dizayn etmişdi. Deməli bu yayının burada da həmçinin gördüyünüz kimi bu kənar biraz az çıxır, bu kənar biraz çox çıxır. Bu yüzden də həmçinin, amma görürsünüz burada belə deyək, tiyə tam ortasını tutur və o az çıxan kənar bu ilə bu üzdən və bu üzdən eyni qədər çıxır. Həmçinin bu tərəf, bu diaqonalda götürsək, buranı ölçsək eyni qədər çıxır. Çünki CNC-də hazırlanır. Nanometr söhbəti gedir. Nəinki biz German Slantda deyə bilmərik. Üstəgəl German Slantda əgər tiyənin qulaqları kənarlardan çıxırsa, bu DLC Yagi'də bu kənarlar çıxmır. Gördüyünüz kimi. Üstəgəl qulplar deməli, burada da UFO-dur. Burada da UFO, amma uzunluğu demək olar ki eynidir. Azca millimetr ya 2 millimetr Yagi Slant daha uzundur. Belə deyilənlərə görə onu da qeyd edim ki, bu orijinal deməli Razorok German Slant kifayət qədər praktik, çox praktik və çox yumşaq, komfortlu tıraş yəni bəxş edir. 2 günlük, hətta bir gündən bir yaxud hər gün qırxmaq olar, heç bir problem yoxdur German Slantda. Yəni ki, belə deyək də variativliyi çox böyükdür bir sözlə. Yəni üzdə olan tükləri bir həftəliyin də, bir günün də rahatlıqla kəsir və yaxşı yumşaq tıraş bəxş edir. Elə teorilər var ki, misal üçün onları hər gün belə deyək, bir gündən bir istifadəyə məsləhətli deyil. Niyə? Çünki kifayət qədər üzlərinizi zədələndirir, çapıqlar əmələ gətirir, amma yəni bu slant yumşaq qırxır və deyilənlərə görə deməli Yagi'nin bu belə deyək German Slant'ın kopyası orijinaldan daha çox yumşaqdır. İndi videonun altında deməli komment bölməsində öz hisslərimi sizlə bölüşəcəyəm. Videonun çəkilişindən sonra dərhal üzümü bu teori ilə qırxıb
və komment bölməsində sizə orada öz fikirlərimi yazacağam. Necə qırxır. Mən bildiyim qədər yumşaq olmalıdır. DLC-yə deməli qap və ekspozisiya tiyənin baxaram indi əgər satıcı o məlumatı saxlayıbsa öz səhifəsində AliExpress-də oynanda indi onu bu sağ tərəfində bir yazı kimi saxlayaram sizdə. Çalışaram print screen edeyim satıcının saytından ki daha dəqiq olsun, yalançı çıxmayım. Paslanmayan poladın növü dəqiq bilmirəm. Mən bildiyim qədər 316 klass olmalıdır. Olmasa 303 olar. Amma yenə də dəqiqləşdirib videonun altında yaxud bir böyründə bu videonun harasındasam montaj edib print screen qoyaram. Ümumi spesifikasiya haqqında bu 140-nın. Məndən bu qədər məncə. Hamısını danışdım. Slant haqqında artıq bilmirəm neçənci slantdır. Bizim kanalda göstərirəm, amma düşünürəm ki, kifayət qədər artıq fikriniz yaranıb bu slantlar haqqında. Belə çox gözəldir, görünüşü superdir. Artıq səbirsizliklə gözləyirəm ki, üzümü qırxım. Çox qəşəngdir, çox qəşəngdir. Bəli, yoldaşlar, videodan xoşunuz gəlibsə like qoya bilərsiniz, bölüşə bilərsiniz video ilə. Əgər düşünürsünüzsə, kimin üçünsə bu maraqlı olar. Və hansısa bir kommentiniz olsa, sualınız olsa, bu videonun altında komment bölməsində saxlaya bilərsiniz. Ən yaxşı hal mənim üçün, bizim üçün o olardı ki, siz bizim kanala abunə olsanız. Bizim kanalda müxtəlif maraqlı belə videolar çıxır. 140-lar haqqında, bu klassik tıraşa aid olan aksesuarlar haqqında. Düşünürəm sizə də maraqlı olar. Belə, bu qədər. Sağ olun. Gələn görüşlərinədək.